Biz əslində xoşbəxt olmaq istəmirik, biz əslində güc istəyirik. Bu Nietzsche'nin fikirləridir və çox vaxt bu fikirlər yanlış anlaşılır. Əslində Nietzsche'nin demək istədiyi o deyil ki, biz kiminsə üzərində gücə sahib olmaq istəyirik, kimisə idarə etmək istəyirik. Onun demək istədiyi odur ki, biz əslində öz yaradıcı qüvvəmizi ifadə etmək istəyirik. Yəni hər bir canlı əslində özünün ötəsinə keçməyə çalışır. Sərhədləri aşmağa çalışır, genişlənməyə çalışır, böyüməyə çalışır. Beləliklə öz mühitinə təsir edə bilsin, onu formalaşdırsın, öz mühitində öz izini qoysun. Məsələn, Darwin nəzəriyyəsi odur ki, canlılar sağ qalmağa çalışır və uyğunlaşmağa çalışır. Uyğunlaşan canlı ən uğurlu canlıdır. Nietzsche üçün isə sağ qalmaq kifayət deyil. Canlılar ancaq sağ qalmaq istəmir. Canlılar öz sərhədlərini aşmağa çalışır. Bu biz deyə bilərik ki, Aristotelin fikirlərindən eynidir. Aristotel deyirdi ki, biz sadəcə yaşamalı deyilik, biz daha yaxşı yaşamalıyıq. Və mən bu fikirlər çox xoşuma gəlir. Çünki insan üçün heç bir şərtlər yetərli olmur. İnsan hər zaman yeni şərtlər istəyir. Öz sərhədlərinin ötəsinə keçmək istəyir və beləliklə inkişaf baş verir. Və bu güc istəyi, güc iradəsi, yaxud Almanca Wille zur Macht, o deməkdir ki, biz əslində özümüzü challenge eləyirik. Biz komfort zonasından çıxırıq, biz təhlükəsizlik axtarmırıq. Çünki insan qorxur, qərarlarında çalışır ki, təhlükəsizliyi seçsin, yenilik yox, təhlükəsizliyi seçsin. Komfort zonasında qalsın. Məsələn, deyək ki, sən bir biznesmensən və biznes qurursan, sən başqasının ideyasını kopyalayırsansa, sən komfort zonasında qalırsan. Sən təhlükəsizliyi seçirsən, sən yeni bir şey yaratmırsan. Güc iradəsi isə odur ki, Nietzsche'yə görə sən yeni bir dəyər yaradırsan. Yəni sən yeni bir biznes modeli, yeni bir orijinal bir biznes fikri ilə ortaya çıxırsan və bu biznesi qurursan. Bu demək ki, sən bu dünyaya yeni bir dəyər qatdın. Və yaxud sən bir sənətçisən, sənətkarsan, hər zaman trendlərlə hərəkət edirsənsə, bu deməkdir ki, sən yenə də komfort zonasında qalırsan, təhlükəsizliyi seçirsən və yeni heç bir şey yaratmırsan. Amma əgər sən sənətçi olaraq yeni bir trend yaradırsansa, bu deməkdir ki, sən yeni bir dəyər qatırsan bu dünyaya və bu şəkildə sən öz həyatına baxaraq özünü də analiz edə bilərsən ki, sən öz qərarlarında nəyi seçirsən? Sən öz qərarlarında komfort zonanı seçirsən, təhlükəsizliyi seçirsən, yoxsa yeni bir dəyər yaratmağı seçirsən? Nietzsche üçün ideal Fatih deyil. Fransa işğal edən, imperiya yaradan, fəth edən insan o deyil. Güc iradəsinin epitomu, idealı o insan deyil. Onun için ideal o insandır ki, daha çox dünyaya yeni bir dəyər qatır, yeni bir həyat tərzi gətirir, yeni bir baxış bucağı gətirir. Xüsusilə bu indiki xaotik, mənasız dünyada hardakı hər şey batır, qırılır, hər şey belə əriyir gedir. Belə bir dünyada gəlsən bir insansansa, hansı ki, yeni bir dəyər qatırsan bu xaotik, batan dünyaya, o zaman biz deyə bilərik ki, sən için dediyi həmin o güc iradəsinin, güc istəyinin ən yüksək səviyyəli özünü ifadəsisən. Qısaca, bu güc istəyi hər birimizin mübahisəsindən hərəkət eləyir və dünyada özünü ifadə etməyə çalışır. Məsələn, burada mənim bunu ifadə etməyim, danışmağım da mənim daxilimdəki həyatın güc iradəsidir, güc istəyidir. Hansı ki, özünü yaradıcı şəkildə ifadə etmək istəyir. Ona görə bu kamera qurulur, mikrofon, mən buradayam, bədənim, mən hazırlaşıram, danışıram və siz bunu dinləyirsiniz. Eyni şəkildə də sən dinləyici olaraq, sənin də daxilində bu güc istəyi var və özünü fərqli şəkildə ifadə etmək istəyəcək. Fərqi yoxdur sən hansı sahədəsən. Əsas odur ki, həmin sahədə sən dünyaya yeni bir dəyər qatırsan. Və bu şəkildə biz təkrarcı köhnə dünyadan çıxırıq və yeni bir dünyaya addımlayırıq, gözəl, işıqlı bir gələcəyə addımlayırıq. Harda ki, yaşamaq daha əyləncəlidir, daha maraqlıdır.